Bismillah. Təqaüdə çıxandan sonra özünü daha yaxşı hiss edəcək bürclər kimlərdir? Təqaüdə çıxmaq hər kəs üçün eyni təsir etmir, amma bəzi bürclər var ki, məhz bu mərhələdə özlərini daha rahat, azad və xoşbəxt hiss etməyə başlayırlar. Onlar üçün iş yükündən uzaqlaşmaq həyat keyfiyyətini ciddi şəkildə artırır. Buğa üçün rahatlıq və sabitlik çox önəmlidir. İş stresi azalanda, öz evində, bağında, sakit həyat yaşayanda əsl xoşbəxtliyini tapır. Təqaüddə həyatın dadını çıxarır. Xərçəng, ailə və ev həyatına bağlı olan xərçəng üçün təqaüd ideal dövrdür. Daha çox yaxınları ilə vaxt keçirir, emosional olaraq rahatlaşır və özünü daha güvəndə hiss edir. Qız, işkolik kimi görünsə də, qız bürcü təqaüddə nəhayət özünə vaxt ayırmağın dəyərini anlayır. Sağlamlıq, gündəlik rutin və sakit həyat ona yaxşı təsir edir. Balıqlar üçün sərbəstlik çox önəmlidir. Təqaüddə yaradıcılıq, hobbilər və daxili dünyası ilə məşğul olmaq imkanı əldə edir. Bu da onları daha xoşbəxt edir. Oxatan, azad ruhlu oxatan iş qaydalarından çıxandan sonra sanki yenidən doğulur. Səyahət, yeni yerlər, macəra, təqaüd onun üçün həyatın ən maraqlı mərhələsinə çevrilə bilər. Nəticə, bu bürclər üçün təqaüd son deyil, əksinə daha rahat, özlərinə uyğun həyatın başlanğıcıdır.